Tehranın nüvə proqramı ilə bağlı Amerika Birləşmiş Ştatları İran danışıqlarının 4-cü mərhələsi bu həftə sonu mayın 10-u 11-də baş tuta bilər. Bunu Amerika Birləşmiş Ştatları prezidentinin xüsusi nümayəndəsi Steven Witkoff deyib. Əgər bu baş verməsə, bu yalnız Birləşmiş Ştatlar prezidenti Donald Trumpın yaxın şərqə səfəri ilə bağlı olacaq, deyə xüsusi nümayəndə bildirib. Onun sözlərinə görə İranla danışıqlar müsbət xarakter daşıyır. Aprelin 28-də İspaniyanın elektrik şəbəkəsində baş vermiş böyük qəzaya görə Fransanın bir sıra elektrik stansiyaları, o cümlədən ölkənin cənub-qərbindəki Golfeş Atom Elektrik Stansiyasının reaktoru elektrik enerjisinin istehsalını müvəqqəti dayandırıb. Qeyd edilir ki, Fransada işığın kəsilməsinin bir sıra konkret, lakin mülayim nəticələri olub. İşığın kəsilməsi Portuqaliyaya da təsir edib. Amerika Birləşmiş Ştatları ordusu Vaşinqtona gələn sərnişin təyyarələrinə müdaxilə etdiyi üçün Pentaqonun yaxınlığında hərbi helikopterlərin təlim uçuşlarını dayandırmaq məcburiyyətində qalıb. Məlumata görə 12-ci Ordu Aviasiya Batalyonu 2 təyyarənin Ronald Reagan adına hava limanına enişini dayandırmaq məcburiyyətində qaldıqdan sonra belə bir əmr verib. Hər iki halda insidentə Black Hawk hərbi helikopterlərinin uçuşu səbəb olub. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump bildirib ki, Birləşmiş Ştatlar Qəzza zolağının sakinlərinə ərzaq yardım etmək niyyətindədir. O, bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandarkən deyib. Biz Qəzza xalqına yemək almaqda kömək edəcəyik. Qəzzada xeyli insan çox pis yaşayır, amma biz Qəzza xalqına kömək edəcəyik. Çünki Həmas onlarla çox pis rəftar edir, deyə Trump əlavə edib. Rusiyanın Şeremetyevo və Vnukovo hava limanlarında təyyarələrin eniş-uçuşuna qoyulan məhdudiyyətlər götürülüb. Şeremetyevo və Vnukovo hava limanlarında Moskva vaxtı ilə saat 03:39-da hava gəmilərinin enişi və uçuşu ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb. Bu, mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə tətbiq olunub, deyə məlumatda bildirilir. Paytaxtın Domodedovo və Jhukovski hava limanlarında, eləcə də Kaluga, Volqograd, Saratov və Samara hava limanlarında təyyarələrin enişi və uçuşu ilə bağlı məhdudiyyətlər qüvvədə qalır.